Təsəvvür edin, Azərbaycandan kənarda yaşayan bir araşdırmacı jurnalist kompüterinin qarşısında oturub. O, növbəti araşdırması üçün dövlət satın almaları ilə bağlı sənədləri yoxlamaq istəyir. Brauzerinin axtarış sətrinə yazır etender.gov.az. Ekranda isə belə bir xəbərdarlıq görünür. Səhifə açılmır. O, başqa bir mənbəyə keçir. etaxis.gov.az. Nəticə yenə eynidir. Bu vəziyyət artıq bir ildən çoxdur davam edir. Azərbaycanın bəzi dövlət qurumlarının rəsmi internet resurslarına ölkə xaricindən giriş məhdudlaşdırılıb. Dövlət satın almalarının vahid portalı və Dövlət Vergi Xidmətinin xidmətlər bölməsi xaricdən əlçatmaz vəziyyətə gətirilib. Halbuki həmin platformalar jurnalistlər, hüquq müdafiəçiləri və araşdırmaçılar üçün ən vacib məlumat mənbələrindən sayılırdı. Rəsmi qurumlar bu məhdudiyyətlə bağlı indiyədək ictimaiyyətə aydın izahat verməyiblər. Amma jurnalistlər və media ekspertləri hesab edir ki, məqsəd təsadüfi deyil. Çünki son illərdə hakimiyyət nümayəndələrinin biznes əlaqələri, dövlət vəsaitlərinin xərclənməsi, tender prosesləri və mümkün korrupsiya halları ilə bağlı araşdırmaların əksəriyyəti məhz ölkədən kənarda fəaliyyət göstərən media nümayəndələri tərəfindən aparılır. Azərbaycanda isə müstəqil jurnalistika mühiti getdikcə daralır. Bir çox jurnalist həbs edilib, bəziləri təzyiqlər səbəbindən ölkəni tərk etməyə məcbur olub. Nəticədə araşdırma jurnalistikasının mühüm hissəsi xaricdə fəaliyyət göstərən media nümayəndələrinin üzərinə düşüb. Lakin indi onların əsas alətlərindən biri dövlətin özünün yaratdığı informasiya resursları əlçatmaz edilib. Araşdırmacı jurnalistlər bildirirlər ki, bu məhdudiyyət onların işini ciddi şəkildə çətinləşdirir. Azərbaycan qanunvericiliyi bu məlumatların ictimaiyyətə açıq olmasını tələb edir. Amma hakimiyyət özü yaratdığı mənbələrə mane qoyaraq əslində qanunsuzluqların üzə çıxmasının qarşısını alır. Məsələnin diqqət çəkən tərəfi isə odur ki, mövcud qanunvericilik dövlət qurumlarından tam əksini tələb edir. Azərbaycan Konstitusiyasının 50-ci maddəsində hər kəsin qanuni yollarla informasiya əldə etmək və yaymaq hüququ təsbit olunur. İnformasiya əldə etmək haqqında qanun isə dövlət qurumlarını ictimai əhəmiyyətli məlumatları açıq şəkildə paylaşmağa və internet üzərindən maneəsiz əlçatanlığı təmin etməyə borclu sayır. Qanuna görə dövlət satın almaları, maliyyə əməliyyatları və vergi sahəsinə aid məlumatlar açıq informasiya hesab olunur və onların məhdudlaşdırılması yol verilməzdir. Dövlət satın almaları haqqında qanun da bu sahədə şəffaflıq və ictimai nəzarət prinsipini əsas tələb kimi müəyyən edir. Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilən rəsmi sorğu isə hələ də cavabsız qalıb. Susqunluq davam edir. Ekranlar isə açılmır.